Değerli izleyiciler, bir daha hamınızı salamlayıram. Bugün qanı ilə tarix yazan və tən uğrunda canından keçən şəhidlərimizin ruhu qarşısında baş əyirik. Bugün rahat sərbəst azadıqsa, əlbəttə göydə Allah, yerdə qanı ilə tarix yazan, vətən üçün öz arzuların yarımçıq qoyub tək ki, vətən sağ olsun deyən şəhidlərə borcluyuq. O şəhidlərdir ki, biz yer üstə gəzib, rahat işlərimizi görüb, xeyir işlər, hər bir işlərimizi gedib dal üstə görürük, ancaq bugün qan ilə tarix yazan, vətən uğrunda canından keçən şəhidlərimiz isə torpaq altındadılar. Öz arzularını yarımçıq qoydular. Ana bacılarımızın, ağsaqqallarımızın, ağbirçəklərimizin, hətta üçrəyli bayrağımızın dalğalanması üçün canlarından keçdilər. Nəinki bugün zaman keçdikcə şəhidlərimizi yaddan çıxartmayalım. Bugün evimizdə, eşiyimizdə, ailə uşaqlarımızın yanında rahat otururuqsa, vallah, bu şəhidlər, bax, gənc yaşlarında, nə yaşları var idi? 18, 21, 22, o gözəl gənc dövrlərində vətəni seçdilər. Allah ruhlarını şad eləsin. Bugün bizlər üçün şəhidlərin ancaq fotoları xatirə qalıb. Gəlin, heç olmasa, hər gün, hər an şəhidləri yaddan çıxartmıyor. Bütün xeyir işlərimizdə, bütün hər bir işlərimizdə qanı ilə tarix yazan, vətən uğrunda canından keçən şəhidlərin adından asıq şeydən, hətta bədənin müəyyən hissəsini vətən uğrunda qurban verən, gecəni səhərə qədər sızıltı ilə açan qazilərimizi yaddan da çıxartmayalım. Və etiranlarımız bugün isti soyuq bilmədən səngərdə xidmət aparan əsgərlərimizi də yaddan çıxartmayalım. Çünki bugün həqiqətən onların haqqı boynumuzdadır, ödənilməzdir, ödənilməyəcəkdir. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa və etiranlarımıza can sağlığı etsin. Allah üçrəkli bayrağımızı hər zaman dalğalandırsın. Canlı qəhrəmanımız Hikmət Mirzəyev, Allah can sağlığı versin. Azərbaycanın üçrəkli bayraq altında xidmət aparan bütün vətəni sevən qardaşlara Allah qorusun. Qardaş, Allah şəhidimizin ruhunu şad eləsin. Bugün şəhidimizin mövludunda sənin də böyük zəhmətin var. Gələn qonaqlara isti-isti çay dəmli etdirsən, yəni dəstək olursan. İstərdim bugün şəhidimizin mövludunda bir iki kəlmə sizə deyəsin. Çok sağ ol. Var olasın kardeş. Demem o şəkildir. Allah yaxşı əməl sahibləri uzaqlıq durur. O yaxşı əməl sahiblərindən də biri biz dəstəsi şəhidlərimiz. Alimlərimizdir. Gözəl əməl sahibidir. Madem Allah unutturmayacaqsa, elə bəri başdan özümüz yormayalım. Heç biz də unutmayalım. Heç belə necə də o bizim əqidəmizə də, imanımıza da nöqsan gələr ki, gözəl əməl sahibləri, alimləri, şəhidləri, müqəddəs zatları unutsaq bizim imanımıza da nöqsan gələr. Allah şəhidlərimizin duasını həmişə başımız üstündə qərar versin. Onların ruhlarını biz tərəfdən şahid eləsin. Onları bizlərə duacı qərar versin inşallah. Allah bütün şəhid valideynlərinə mən həm səbir deyirəm, həm də təbrik deyirəm. Səbir məğrur məsələdir, candan can alır. Amma eyni zamanda onlar müzələnməlidir ki, belə övladlar yetişdirir, cəmiyyət üçün, dövlətlər, insanlar üçün, namus üçün, beylər üçün, gözəl dəyərlər üçün o cavanların qurbandır. Allah hamısını ruhunu şad eləsin. Məhəmməd Ali Məhəmmədə sələvat. Muhammed sallallahu Muhammedin ve Ali Muhammed. Seçimizin sualı. Olacağım şəhidlərimizə. Amin. Amin. Mükəmməl cənnət olsun inşallah. Var olan karşında baş əyirik. Allah Teala dört dereceyi çok seviyor. Beğençeler o birincisi sual veren dikkatle kulak asardı. Dördüncüsü de bu işten hoşu gelen adam. Yani bu münazaradan bu sualda vardır. Desen yok. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله الذي جعلنا من المتمسك مولانا أبو القاسم محمد مصطفى صلى الله عليه وآله وسلم وآله الطيبين الطاهرين المعصومين المنتجبين المقرب وعلى لعنة الله أعدائهم أجمعين إلى لقاء يوم الدين.
برای سلامتی امام زمان علیه السلام صلوات edin. Şehitlerin ruhin salavatla yad edin. Yok işte bilmem de beklediğim. Yakışıklasın. Yok. Yok batarya. Arası söhbət edir misin zannediyor? Ben baktım da. Hələ mən də dedim. İşte bakın. Öyle bir dönem mekamdı. Yani öyle bir mekam görür. İlahi bir mekam. Allah Teala bu mekamı her yoldan ötene vermez. Gələn aylar zor. Haramxor, haramzade şahit olamaz. Allah deyirlər, Bu tür adamlardan Çok sağ ol. şahitleri Bizəm şəhətlər bizəm. Bu fazlını görürlər. Nasıl olur? Çok sağ ol. Bunlar Sadiq Qalamızın, Zeytin Aşkımızın ad günü mübarək eləsin. Cənnətdəki ad günü mübarək eləsin. Allah valideynlərdə səbir etsin. Çok sağ ol. İkinci yandı. Bugün burada yetişmemizin səbəbi nəsil şəhətdir. Çok sağ ol. Var olsun. Gələn aylar zor olsun. Ama ben size bu günleri şahit edilen 20 tane Allah tarafından sayarak Gələn aylar zor olsun. Allah Çok sağ ol. Var olsun. Allah Teala'nın verdiği hususiyet Çok sağ ol. kanuna göre, birinci kanuna göre Allah Teala'nın günahlarını var. Evvel ölü günahları bağışlar. İkincisi, ümumiyyətlə, şahidlik bir dənə dünya görüşüdür. Şahidlik bir dənə yaşam tərzidir. Yaşam, bir dənə həyat. Şahid olmamışdan elə şahid sonra tanınır. İmam Hüseyin'i tanısaydılar öldürmezdiler ki. Özde şahit